Salam, Yemək Resepti kanalına xoş gəldiniz. Bu videoda mən dadlı və ləzzətli ezogelin şorbası hazırlayacağam. İlk öncə bir baş soğanı xırda-xırda doğrayıram. Qazana 2 xörək qaşığı sulu yağ və 1 xörək qaşığı un əlavə edib qovururam. Un biraz qızardıqdan sonra 1 xörək qaşığı tomat pastası əlavə edirəm və tomatın açılması üçün 1 stəkan su töküb qarışdırıram. Bir xörək qaşığı quru nanə, yarım çay qaşığı qırmızı pul biber, 4də 1 çay qaşığı isə qarı istiot əlavə edirəm. Bunları yaxşıca qarışdırıb kənara qoyuram. Ardınca 2 xörək qaşığı sulu yağ, 1 xörək qaşığı kərə yağı və doğradığım soğanı əlavə edib birlikdə qovururam. Soğanlar biraz rəng aldıqdan sonra üzərinə 5 xörək qaşığı mərci, 3 xörək qaşığı bulğur və 2 xörək qaşığı yumru düyü əlavə edib qarışdırıram. Altı stəkan su əlavə edib, qapağını biraz aralı şəkildə örtürəm və bişməyə qoyuram. Qaynamağa başlayanda 1 xörək qaşığı duz və əvvəlcədən hazırladığım tomatlı qarışımı əlavə edib qarışdırıram. Şorbanı 5 dəqiqədə bişirdikdən sonra altını keçirirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın.